Tamam, bu boyda mağazində məsəl üçün burada bu qədər məhsul var da. Burada ən qeyri-adi, ən tapılmayan məhsul hansıdır? Ən tapılmayan məhsul deyərdim ki, manqal üçün olan lampalardır. Bunu çox vaxt Bakının, hətta rayonlardan belə sırf bu məhsul üçün gəlirlər. Nəyə görə bu redqidir, yəni tapılmır? Yəni bu material sırf bu sahəyə aid olduğundan... Hə, yəni o da davamlıdır da, ona görə. İstiyə davamlı lampadır. Neçə dərəcəyə davamlıdır? Bunun içərisindəki lampiska 300 dərəcə istiyə davamlıdır. Bunun ön şüşəsi də istiyə davamlı şüşədir, temperli şüşədir. Çox rahatlıqla çıxır. İçərisindəki lampiska da adi, yəni svitinlik, evdəki maşın lampası deyil. Burada bilməm qeyd olunub 300 dərəcə Selsi. Yəni bu da nə vaxtsa xarab olsa mağazamızda satışdadır. Hə, yəni bir də bu boydasını almırsan da, bir dənə onu alırsan. Yəni heç xarab olan bir şeydir. Mən artıq bu 2017-dən bu yana artıq bir 6-7 ildir bunu satırıq. İndiyə qədər üstə toplasaq 10 dəfə müştəri gəlib, yəni yeni lampiska alıb ya almayıb. Uzun müddət istifadə olunan bir şeydir. Bunun özəlliyi ondadır ki, siz bunu həm daş manqallara qoya bilirsiniz. Bəzi restoran sahibləri olub ki, zontikli manqallar yığılır. Bunu qaynaqçılar üçün də xüsusi olaraq vurğulayıram. Yəni sırf dəmirdən olan. Manqalınızı bəli daha maraqlı eləmək üçün zontikli yığılan manqallarda da manqalın ön hissəsindən sağ-sol qoya bilərsiniz. Çox gözəl effekt verir. Sadəcə bir önəmli xüsusi başa salın, bu lampalar müəyyən bir ölçüyə uyğundur. Onu inşallah növbəti